Vaxtınız xeyir olsun. Dəyərli Diaspora FM dinləyiciləri və Diaspora TV-nin izləyiciləri. Bugün daha bir Azərbaycanlı gəncimizi sizə tanıtdıracağıq. Hansı ki, o Almaniyada yaşayır, Mingəçevirdə təhsilini alıb və bugün Almaniyada IT sahəsi üzrə mütəxəssis olaraq çalışır. Adı da Aydə Qurbanovadır. Aydə xanım, xoş gəlmisiniz. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Mən təşəkkür edirəm. Ondan öncə başlayaq ki, siz Mingəçevirdə məktəb oxudunuz, təhsili də ali təhsili də Mingəçevirdə aldınız. Sonra qərara gəldiniz ki, bunun davamını Almaniyada eləmək olar. Ümumiyyətlə, necə baş verdi, necə bu qərara gəldiniz? Məktəb illərim və universitet illərim Mingəçevirdə keçib. Eyni zamanda da universitetdə oxuduğum vaxtda həm ingilis dilini öyrənirdim. Əslində Alman dilini öyrənməyim ora köçənə yaxın baş verdi. Amma ingilis dilinə marağım universitet illərindən var. Daha sonra getdim orada Mingəçevir Dövlət Universitetini bitirdikdən sonra mən Erasmus təhsili aldım İspaniyada. Yəni Avropaya ilk çıxışım 2019-cu ildə baş verdi, İspaniyada etibarən. Lakin Azərbaycana qayıtsam belə də Almaniya mənim ürəyimdə bir xəyal olaraq qalırdı həmişə və hər zaman deyirdim ki, mən ixtisasımı orada davam edəcəm. Və qayıtdıqdan sonra da başladım müəyyən qədər dil öyrənməyə və getdikcə də viza prosesləri baxdım ki, mənə şərtlər uyğun gəlir deyə. Qərara gəldim ki, artıq köçüb orada davam edeyim. 2020-dən bəri gedib gəlirəm Almaniyaya. Lakin son bir ildir artıq tamamilə köçmüşəm və orada yaşayıram. Artıq Azərbaycana tez-tez gedib gəlirəm. Uyğunlaşa bilmədiyiniz hansı oranın qaydaları var və həmçinin Azərbaycanla eyni gördüyünüz məqamlar nələrdir? Əslində deyərdim ki, Azərbaycanla eyni gördüyüm məqam yoxdur. Çünki Azərbaycan daha üstündür mənim üçün. Heç bir ölkəni də eyniləşdirmərəm. Amma uyğun görmədiyim şeylərdən... Yəni, uyğunlaşa bilmədiyiniz. Uyğunlaşa bilmədiyim... Bu qayda nəsə mənə uyğun gəlmir. Ortamdakı səmimiliklərdir. Yəni, çünki bizim millətimiz daha istiqanlı, daha qonaqpərvər, daha cana yaxındır. Lakin almanlar doğrudan da deyildiyi qədər çox soyuqqanlı bir millətdirlər. Buna heç cür uyğunlaşa bilmirəm. Bildiyim qədərilə siz Almaniyada hansı şəhərdə yaşayırdınız? Düsseldorf şəhərində yaşayırsınız. Düsseldorf şəhərində yaşayırsınız və orada diasporumuzla da sıx əlaqələriniz var. O barədə danışaq. Noyabr ayında diasporanın bildiyiniz kimi beynəlxalq forumu keçirildi, mühəndis forumu. Bir IT mütəxəssisi olaraq da təbii ki, mən də o foruma qoşuldum. Çox gözəl, çox necə deyim, səviyyəli bir tədbir təşkil olunmuşdu diaspora komitəsi tərəfindən. Və orada da hətta mənim bir videom da var, öz səhifəmdə də paylaşmışam. Bundan sonra biz başladıq diaspora ilə sıx əlaqədə olmağa. Növbəti 3-cü beynəlxalq forum şəhər salma ilə bağlı idi. İyun ayının 6-sında keçiriləcəkdi. Təəssüf ki, mən Bakıda olduğum üçün iştirak edə bilmədim. Oradan da dəvət gəlmişdi. Növbəti tədbirlərdə inşallah canlı başda iştirak edəcəm. İnşallah. Mənə başqa bir maraqlı bir sual verim sizə ki, əlinizdə bir şans olsaydı, Almaniyada Azərbaycanlıların sıx birgə olduğu hansı bir layihəni reallaşdırmaq istəyərdiniz? Və hesab edin ki, elə bir şans verilib sizə və ideyanız var. Bu eləsəm mənim üçün maraqlı olardı deyirsiniz. Oradakı Azərbaycanlılarla bağlı. Düzü, Azərbaycan yetəri qədər dünyada layihə olaraq da, təhsil yönündə də, istənilən sahə üzrə yetəri qədər tanınmışdır. Sadəcə bizim qələbəmizi daha çox dünyaya duyurmaq olardı. Yəni, xaricdə yaşayanlara. Çünki mən iş mühitində də görürəm bəzən. Azərbaycanı, hətta sizə bir misal verəcəm, Eurovision'u tanıyan daha çoxdur. Və deyərdim ki, bizim o qələbə videolarımız, müharibədə qazandığımız haqq savaşından söhbət edir. Onları daha çox insanlara çatdırmaq olardı ki, biz həqiqətən də sözümüzün üstündə durduq və torpaqlarımızı aldıq. Belə bir layihə eləmək içimdən keçərdi. Düsseldorfa gəldiniz, hava limanından endiniz, orada bəzi insanlarla tanışdınız və avtomatik onlar bilir ki, artıq siz Almaniyalı deyilsiniz, xaricisiniz. Çox bəlli olur. Mən Azərbaycanlıyam deyəndə aldığınız fikirlər nələr idi, ilk fikirlər? Azərbaycanla bağlı. Dediyim kimi, Azərbaycanı ən çox Eurovision üzərindən tanımışdılar. Yəni, qalib olmağımızdan dolayı, yoxsa ümumiyyətlə, məsəl üçün, baxıblar həmişə Azərbaycan musiqilərinə? O da var. Hətta qalib olmağımız daha çoxdur. Çünki mənim iş mühitimdə də, yəni mən təkcə
yəni miqrant mənəm bizim ofisdə və çox böyük bir şirkətdir. Qalan hamısı almandır və mən kimə desəm ki, mən Azərbaycandanam, yəni Azərbaycandan gəlmişəm, onlar hamısı mənə Eurovision adını çəkdilər. Yəni demək ki, bu yöndə bəli bizi daha çox tanıyırlar. Və Bakını çox sevirlər almanlar, çox bəyənirlər. Bəziləri olub hətta Bakıda və bizim millətimizin nə qədər də istiqanlı olduğunu onların özləri belə vurğulayırlar. Çünki Bakıya gələndə həmişə isti münasibət görüblər deyə. Yəni bu yöndə. Almaniyada ən çox darıxdığınız vətən həsrətinə ilə bağlı olur. Bəlkə bir pomidor yumurta ola bilər, bəlkə isti təndir çörəyi ola bilər. Düzü yeməklərimiz üçün çox darıxıram. Bəli. Hər nə qədər bacarmasam da, amma bişirə bilmirsiniz. yüngül var. Bu Almaniyada sizə çox çətinlik yaradır yəqin ki. Həqiqətən tək darıxdığım, yəni bir səmimi ortamda, iş mühitində. Çünki almanlar belədir ki, məsələn, nə qədər dəqiq, nə qədər necə deyim, işini punktaylı eləyən bir millət olsa belə də, bir o qədər də dediyim kimi quru və soyuqqanlıdırlar. Amma bizdə iş mühitində elə deyil bilirsiniz. Daha çox səmimi, daha çox cana yaxın, belə dostcana münasibətlər daha çox olur. Bunu çox darıxıram bu yöndə. Bir də yeməklərimiz. Bir də yeməklər üçün darıxırsınız. Bakıdan gedəndə özünüzlə evdən nəsə verirlər aparmağa. Heç aparmırsınız. Başqa bir maraqlı məqam isə odur ki, bizim gənc dostumuz Ayda xanım, o Düsseldorfda həm də bloger olaraq fəaliyyət göstərir. Amma mən səhifənizə nəzər yetirdim və gördüm ki, səhifənizi Azərbaycan dilində işlədirsiniz. Bu da yəqin ki, orada yaşayan azərbaycanlılarla daha sıx əlaqədə olmağınıza şərait yaradır. Əslində bəli, amma Yəni Almanca da apara bilərdiniz. Niyə? Məhz doğma dilimizdə. Maraqlı gəldi. Mən səhifəmin kontentini nə vaxtsa da dil barəsində dəyişməyi düşünmürəm də. Çünki nə qədər almanlar məni izləsə də, ingilis dilində olan millətlərdən izləsələr də, yəni mən o dili dəyişməyəcəm. Açıq deyim, alman şirkətlərindən bu influencer kimi də bəzən reklam təklifləri gəlir. Yəni onları belə mən yenə də Azərbaycan dilində təqdim edirəm və deyirlər ki, bizə uyğundur bu. Bəli, bəli. Yəni kütlənin düzdür, yarısından çox azərbaycanlı olsa belə də, hətta həmin o kütlə Almaniyada yaşayan azərbaycanlılardır. Sadəcə olaraq, yəni oradakı azərbaycanlılardan da bu arada vurğulayım, sıx-sıx görüşürük. Özümüzün bir Düsseldorfda yaşayanların bir qrupu var. Tez-tez aktivitelər edirik. Velosiped turları olsun, daha sonra xizək turları olsun qışda. Hər həftə demək olar ki, yeni bir aktivite edib görüşürük. O videoları da bilmirəm, bəlkə də görmüsünüz, onları da paylaşıram. Yəni oradakı azərbaycanlılarla sıx əlaqədəyik. Çünki oradakı yaşayan azərbaycanlılar doğrudan da həqiqətən də vətən həsrəti çəkənlərdir. Və bizim orada bir-birimizlə görüşməyimiz bunu göstərir ki, biz doğrudan da nə qədər qərib bir ölkədə olsaq belə də, hələ də aramızdakı o bağ, o isti münasibət, o azərbaycanlı olmağımız hər yerdə öz sözünü deyir. Vətəndən uzaqda, amma vətən sizdən çox uzaqda deyil. Bəli. Yəni, belə demək olar. Eynən. Orada çalışırsınız IT sahəsi üzrə, doğrumu? Bu hansı dildə çalışırsınız? İngilis dilində çalışırsınız. Mənə maraqlıdır ümumiyyətlə Almaniyada IT sahəsi və süni intellektlə məlum bu dövrlərimizin məqamıdır. Məsəl üçün mən sonuncu dəfə belə baxırdım ki, süni intellekt IT sahəsinə ciddi maneələr törədəcək və gələcək üçün. Bu mənim fikrimcə Avropada daha tez hiss oluna bilər. Elədir, yoxsa deyil? Düzü, IT-nin çox sahələri var. Belə deyim, süni intellektdən tutmuş, sistem administratorluğuna qədər, yəni çox bölmələri var. Amma mənim hal-hazırda olduğum IT bölməsi IT texnik və junior sistem administratordur. Bundan sonraki artıq son bir ilimi tamamladıqdan sonra vəzifə ilə bağlı da yəni artım olacağı gözlənilir. Çünki bu mənim orada verəcəyim imtahanlardan asılıdır. Hal-hazırda bizim olduğumuz şirkətdə düzü süni intellektlə bağlı bir proses yoxdur. Amma mən sizə onu misal verə bilərəm ki, orada çalışan çox insanlar tanıyıram ki, süni intellektlə də bağlı olan şirkət AI engineer üzrə də işləyirlər. Və doğrudan da sözünüzə qüvvət o qədər sürətlə yayılır və günü-gündən də yeni güncəlləşmələr gəlir, sistemlərə yenilənmələr gəlir, bəli. Hal-hazırda mənim işlədiyim sahə
bizim belə deyim şirkətimizin Londondadır baş ofisi və bizim tez-tez də ora səfərlərimiz olur. Bu yaxında da aprel ayında Londonda böyük bir sərgidə oldum. 450-dən çox şirkətin iştirak etdiyi, 30-dan da çox ölkənin gəldiyi böyük bir IT sərgisi idi. Hansı ki IT şirkətlər öz belə deyim, aparatlarını, öz qurğularının satışı ilə orada sərgidə məşğul olurdular. O qədər, yəni çox dərin sahədir ümumiyyətlə IT sahəsi. Bəli. Yəni öyrəndikcə də daha çox dərinliyinə gedirsən. Mənim burada belə deyim, hal-hazırki Almaniyadakı fəaliyyət sahəm IT olsa belə də Azərbaycanda açığı bu sahə ilə məşğul olmamışdım. Çünki Azərbaycanda mənim sahəm son 2020-dən 2025-ə qədər təhsil sahəsində olmuşam. Xarici təhsil. Xaricdə təhsil? Bəli, xarici təhsil şirkətim var və 3 ildir ki, bu şirkət fəaliyyətini davam elətdirir hal-hazırda da. Ən çox da bizim göndərdiyimiz tələbələr Nazirliyin yaratdığı dövlət proqramına müraciət edən tələbələrin sənədləşməsinə tam dəstək olmaqdır. Çətin olmur orada IT-də çalışmaq, burada Bakıdakı ofisi idarə eləmək, tələbələrlə ünsiyyət, orada biraz adaptə olmaq. Çox çətindir. Necə başa çıxırsınız bundan? Düzü, yəni işimi sevirəm. Ona görə də yəni mənə motivasiya verən işim olduğu üçün 2 işdə işləyirəm hal-hazırda. Yəni belə deyim, günortaya qədər IT sahəsində, günortadan sonra da öz işimdə, öz tələbələrim. Yəni buradakı işinizdə. Bəli. Çünki müsahibəyə hazırlıq prosesləri var nazirlikdə və yaxud da viza prosesləri var. Yəni bunlarda müəyyən dəstək göstərir biz tələbələrə. Və sözü ilə ona gətirirdim ki, mən Azərbaycanda son 5 il təhsil sahəsində olsam da Almaniyada işlədiyim şirkət məsələn mənim təcrübəsiz olmağıma fikir vermədi. Yəni sıfırdan belə yəni onlar götürüb öyrətdilər. Düzdür, hələ də öyrənməyə davam edirəm. Amma ümid edirəm, yəni axırı yaxşı olar. Mən də ümid edirəm ki, orada öyrəndiklərinizi, yəni hansı yeniliklər, hansı dediyiniz kimi məqamlar, süni intellektlə bağlı varsa da, onu həm də Azərbaycanda bu sahəni öyrənməyən insanlar, öyrənmək istəyən insanlar üçün adaptə edə biləcəksiniz. Nəsə bir indi o şirkətiniz vasitəsilə bir versiya yarada bilərsiniz. Hər halda bu da faydalı bir Təbii ki, onsuz konsultasiyalarımda da vurğulayıram belə mövzuları, xaricdə həyatı, ora adaptasiya konularını, mövzularını və s. Ən çox tələbələr ondan çəkinirlər ki, gələn belə deyim, köçən insanlar ondan çəkinirlər ki, adaptasiya ola bilməzlər, dillə bağlı uyğunlaşa bilməzlər və s. Amma bu belə deyil. Yəni başa düşürəm, ölkə dəyişmək çətindir. Biz adi bir şəhər, rayondan Bakıya da gələndə yenə də bəzi mövzularda görürsük ki, yadırğayırıq. Bir də var ölkə dəyişdirmək. İlk 1 ay sadəcə adaptasiya vaxtı olur. Sonra hər şey monoton öz qaydasında davam edir. Yaxşı, bəs Bakı küləyindən çıxıb Almaniyanın soyuğuna adaptə olmaq ilk 1 aydımı, yoxsa davamı da lazımdır? Qışda davamı olur, düzü. Amma düzü seçdiyim mühit, ümumiyyətlə mən getməmişdən öncə xüsusi olaraq, yəni xəritəni qabağıma qoydum və fikirləşdim ki, mən hansı şəhərə gedə bilərəm. Seçdiyim şəhər valla Bakıdan fərqlənmir havası. Ona görə də bəli. Ona görə də yəni çox fərq hiss eləyə bilmirəm. Amma mən onu deyim ki, Almaniya doğrudan da çox soyuq ölkədir. Yəni ancaq da yağış yağar. Yayda belə yağış yağar. Ona görə də yəni mənim köçdüyüm tərəfdən çox maraqlanıram. Başqa yerə gedəndə, düzdür, başqa şəhərə səyahət edəndə əlbəttə ki, fərq hiss olunur. Yəni 1 saatlıq bir məsafəyə belə getsən başqa şəhərə 100% hiss olunacaq. Sonda bir sizə sualım. Buradan təhsil alıb Almaniyaya getmək istəyənlərə və yaxud gedib Almaniyada təhsil almaq istəyənlərə və yaxud orada çalışmaq istəyən insanlara düzgün tövsiyələr vacib məsələdir. Bəziləri bəzən gedir, 1 ay sonra qayıdır. Düzdür. 1 il sonra qayıdır. Nə baş verir? Niyə qayıdırlar? Nədə səhv edirlər? O səhvlər nələrdir və nəyi doğru etmək lazımdır? Son sualım isə budur. O da bizim gənc dinləyicilərimiz üçün olsun. Qayıtmaq məsələsində haqlısınız, çünki bu şəkildə tanıdığım çox adam var. Mənim əsas ilk öncə tövsiyə verəcəyim mövzulardan biri dildir. Çünki siz əgər dili yaxşı bilməsəniz, siz həmin ölkədə nə öz haqlarınızı qoruya biləcəksiniz, nə şirkətdəki, məsələn, işləyirsinizsə və yaxud da universitetdəsinizsə, sizə qarşı edilən haqsızlığı özünüzü müdafiə edə biləcəksiniz heç bir halda. Nə ətrafdakılardan kontakt qura biləcəksiniz. Yəni, dil bilməməyin mənfiləri çoxdur.
zəif bilməyin də mənfiləri çoxdur. Ona görə də burdan gənclərə əsas məsləhətim mütləq dili çox yaxşı səviyyəyə çatdırıb sonra köçməyə qərar versinlər. Və ya çalışmaq və ya işləmək. Bəli, heç fərqi yoxdur. Universitetdə oxumağa gedənlər də belə yeni dərslərlə bağlı çətinlik çəkəcəklər. Belə də ki, yəni dildən də başqa mütləq əzmli olmaq çox önəmlidir. Yəni səbirli olub, əgər ki siz o proseduru, o hissə mən həmişə müraciətçilərə deyirəm ki, müəyyən bir perioddur. O period illaki keçəcək. 3 ay sonra keçəcək, 6 ay sonra keçəcək, amma yəni öyrəşirsən. Həm dil məsələsinə, həm adaptasiya olmaq məsələsinə. Yəni əsas olan bunlarda mütləq əzmli olmaq lazımdır və dili yaxşı öyrənmək lazımdır. Bir də məsləhət görürəm ki, getdikləri ölkənin qayda-qanunlarından tutmuş həyat tərzinə qədər hər şeyi araşdırıb getsinlər. Siz deyirsiniz, misal üçün mən şəhəri də araşdırmışdım ki, görüm hara uyğunlaşa bilərəm. Bəli. Yəni bunu bəzən kör-köranə eləmək ciddi səhvlərə gətirib çıxarda bilir həyatla bağlı. Çünki gedirsən, qayıdırsan. Biz sizə təşəkkür edirik. Uğurlarınızın davamını və əsas məsələ də oradakı azərbaycanlılarımıza bizdən salam. Çox sağ olun. Və diasporamızla sıx əlaqə və yeni layihələr diləyinə sizinlə sağollaşırıq. İnşallah. Təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün. Dəyərli Diaspora FM dinləyiciləri və Diaspora TV-mizin izləyiciləri, sizə də təşəkkür edirik vaxtınızı ayırıb izlədiyiniz üçün. Bax, biz növbəti buraxılışlarda növbəti, belə deyim, xaricdə yaşayan həmyerlimizi və onun uğurlarını sizə tanıtmağa çalışacağıq. Təşəkkürlər.